10 FG 801 dövlət nömrəli VAZ 21099 markalı avtomaşınla mağazalara gəlib, mağazaya yaxınlaşırlar. Xanım düşərək mağaza işçisini maşında oturan 2 nəfər bəylərin yanına çağırır. Bundan sonra bəylər Dünya TV-yə və Qida Təhlükəsizliyi Agentliyindən gəldiklərini bildirərək vətəndaşlardan pul, siqaret və s. alırlar. Görüntülər Şəki rayonunun Qumuq kəndindəndir. Hadisə bu şəkildə olub ki, Şəkinin Qumuq və Başlayıskı kəndlərində 3 nəfər şəxs, biri qadın olmaqla ayrı-ayrı mağazalara müraciət edib, Dünya televiziyası ilə Qida Təhlükəsizliyinin bircə əməkdaşlığı gah deyiblər, gah hər hansı bir qəzetlə Qida Təhlükəsizliyinin əməkdaşlığı deyiblər. Bəzi yerlərdə Dünya televiziyası hansısa müsabiqə keçirib, onun qalibi olduqlarını deyiblər və mağazalara fəxri fərman veriblər. Bəzilərinə, digərlərindən isə heç bir şey etməyərək Qida Təhlükəsindən gəlmişik, ya Dünya TV-dən gəlmişik, bizə şirinlik verildi. Dələduzlar fikri yayındırmaq üçün sahibkarlara fəxri fərman da veriblər. Sabah necə oldu hadisə? Bax, kim gəldi? Nə dedilər sənə? İçəridə oturmuşdum. Xanım gəldi ki, bəy maşında gözləyir. Yaxınlaşdım bəyə. Belə ki, biz Dünya TV ilə Qidanın bircə əməkdaşlığıdır. Gəlmişik. Mən də dedim, yəqin içərici malı məhsulların sırokunuza da baxacaq. O dedi ki, bu fəxri fərmanınız bizim şirinliyimizə verin, çıxaq edək. Mən də bilmədim. Dedim, yəqin pulu götürən az girib bir neysə baxar, sıroka baxar, neysə baxar, heç nə. Pulu götürdü, sağ ol çıxdı, getdim. Mən də dedim, bir maraqlandım, həqiqətən də belə şey mümkün deyil axı. Qidaya uşaqlara zəng vurdum oradan. Dedilər, yox qardaş, biz elə gəlir, sıroka baxırıq, nəzarət edirik. Belə şey. Sonra da Dünya TV-yə zəng vurdum, o da dedi ki, belə şey yoxdur, biz araşdırıb sizə məlumat verəcək. 3 nəfər idi. Bir dənə qız idi, 2 dənə yaşlı kişi idi. Gəldilər, dedilər, qəzetdən alıq, bir də qida təhlükəsini. Bizə pul verə bilərsən, 10 manat dedim, verdim. 10 manat verdim, bir dənə də su götürdülər, vəssalam, çıxıb getdilər. Zəng gəldi ki, gəlmişik. Qida təhlükəsindən hardansa gəlmişim sizin mağazanınıza. Eşitdiyimə görə 3-4 mağazandan bizim Qumuq kəndindən alıblar. Məsələ ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala bölməsindən ilkin məlumat kimi bildirildi ki, hazırda müəssisə əməkdaşları bayram tətilindədir. Heç bir qurumla oxşar əməkdaşlıq etməmişik. Əməkdaşlarımızdan da heç kəs həmin ərazidə olmayıb. Odur ki, üzümüzü aidiyyatı qurumlara tutaraq məsələnin araşdırılmasına, televiziyamızın və digər adı çəkilən qurumların adından qanunsuz hərəkət edən adamlar haqqında lazımi tədbirlər görülərək bizə məlumat verilməsini xahiş edirik. Rəhman Hakimzadə, Vüqar Bəşirov, bugün informasiya proqramı üçün.